Bir çox insanların ölüm haqqında düşüncəsi bundan ibarətdir ki, ölüm yəni fəna, ölüm yəni ədəm, yəni yox olub aradan getmək. Həyatın sonu və onunla da hər bir şey başa çatır, insan həlak olub aradan gedir. Lakin Quran nəzəri ilə, Peyğəmbər və Əhl-i Beyt əleyhissalamın nəzəri ilə bu işə, bu fikrə diqqət etsin, görərik ki, ölüm yəni fəna mülkündən bəqa mülkünə köç etmək. Belə ki, bir çox hədislər var bu xüsusda. Hədislərdən biri "Ma xuliqtum lil fəna, bəl xuliqtum lil bəqa." Ey insanlar, siz fəna üçün, yox olub aradan getmək, ölüb yox olub, həlak olub aradan getmək üçün yox, bəlkə siz bəqa üçün, əbədi bir həyat üçün siz xəlq olunmusunuz. Və innama tunqaluna min darin ila dar. Siz bir evdən başqa bir evə köçürsünüz. Yəni ölməklə bir evdən, bu aləmdən, bu həyatdan başqa bir aləmə, başqa bir evə köç edirsiniz. Allah Teala Qur'an-ı Kərimdə buyurur: "Kullu nefsin zaiqatul maut." Bütün nəfs, bütün canlılar, bütün insanlar, bütün canlılar ölümü dadacaqlar. Sonra iləynə turacaq. Sonra bizə tərəf qayıdacaqsınız.